Salam, vaxtınız xeyirli olsun. 4-cü sualla davam edirik. Deyir ki, müəllim tədris prosesində yeni mövzunu izah etsə də, şagirdlərə biliklərinin möhkəmləndirilməsi ilə bağlı heç bir tapşırıq vermir. Baxın, qırmızı ilə əsas hissələri işarələmişəm. Heç bir tapşırıq vermir. Deməli, izah edir, amma heç bir tapşırıq vermir. Həmçinin şagirdlərin dərsi necə mənimsədiklərini yoxlamır. Yəni müəllim yoxlamır ki, şagird dərsini necə mənimsədi. Axı bu ona izah verdi. Sonda şagird bunun dərsini necə mənimsədi? Yəni müəllim heç bir yoxlama aparmır, heç bir tapşırıq da vermir. Müəllim daha sonra dərs prosesini özü danışır və şagirdlərin maraqlarını nəzərə almır. Bilirsiniz, bu ənənəvi təlim metodu ilə, usulu ilə müəllim bir növ burada gedir. Yəni yeni təlim usulundan, metodundan müəllim burada istifadə eləmir. Deyir ki, verilmiş situasiya ilə bağlı doğru fikirləri müəyyən edin. Bizə doğrular lazımdır. 1. Deyir ki, müəllim şagirdlərin maraqlarını nəzərə almamaqla bir neçə pedaqoji tələb pozmuş olur. Əlbəttə doğrudur. Baxın, deməli, mövzunun izahını verir, amma heç bir tapşırıq vermir və onların bu dərsi necə mənimsədiklərini yoxlamır. Avtomatik müəllim neyinir? Bu müəllimin pedaqoji prosesi tam deyil. Yəni müəllim burada pedaqoji prosesin tamlığı prinsipini pozub. Bu bir prinsip. İkincisi, şagirdlərin maraqlarını nəzərə almır. Yəni şagird yönümlülük prinsipini müəllim pozmuş olur. Avtomatik 2 burada prinsip pozulur. Deməli, birinci düzgündür. Yəni müəllim şagirdlərin maraqlarını nəzərə almamaqla bir neçə pedaqoji tələbi pozmuş olur. Deyir ki, müəllimin mədəni davranış etik prinsipinə əməl edilmədiyi görünür. Xeyr, burada mədəni davranış etik prinsipinə bağlı deyil. Daha sonra deyir ki, müəllim vicdanlı davranış etik prinsipinə əməl etmədiyini müəyyənləşdirmək olar. Bəli. Çünki müəllim burada vicdanlı davranmır. Vicdanlı müəllim öz dərsini necə qurmalıdır? Yəni mövzunun sən izahını verdinsə, buna uyğun tapşırıq verməlisən və onların necə mənimsədiyini yoxlamalısan. Sonra deyir ki, müəllim keyfiyyətli təhsil vermək hüququndan düzgün istifadə etmir. Baxın, keyfiyyətli təhsil vermək müəllimin hüququ deyil, vəzifəsidir. Burada çaşa bilərsiniz ki, keyfiyyətli təhsil vermədi də. Düzdür, keyfiyyətli təhsil vermir, amma onun hüququ deyil. Onun yəni haqqı deyil, onun vəzifəsidir. Boynunda olan borcudur ki, onu da düzgün istifadə eləmir. Deməli, hüquq olmalıdır, vəzifə orada olmalıdır. Bu da səhvdir. Deməli, doğru variant 1-3B variantı.